Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayram münasibəti ilə Sumqayıt şəhərində xüsusi bayram ab-havası yaradılıb. Şəhər sakinləri və qonaqlar bu günlərdə Sumqayıtın tamamilə dəyişən simasına şahidlik edirlər. Bayram əhval-ruhiyyəsi şəhərin hər bir güşəsində hiss olunur. Şəhərin mərkəzi küçə və prospektləri rəngarəng, al-əlvan işıqlandırma sistemləri ilə bəzədilib. Axşam saatlarında Sumqayıt sanki işıqlar şəhərinə çevrilir. Küçələrdə quraşdırılan bayram dekorasiyaları, parlaq ornamentlər və yeni il atributları şəhərə xüsusi gözəllik qatır. Xüsusilə Heydər Əliyev prospekti, Sülh prospekti və digər əsas magistrallar bayram işıqları ilə daha da cazibədar görünür. Şəhərin ən baxım və görkəmli yerlərində iri küknar ağacları quraşdırılıb. Yeni il ağacları müxtəlif oyuncaqlar, parlaq bəzəklər və işıqlarla bəzədilərək həm uşaqların, həm də böyüklərin marağına səbəb olur. Bu məkanlar sakinlərin ailəvi istirahəti və xatirə şəkilləri çəkməsi üçün əsl bayram məkanına çevrilir. Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən bu tədbirlər şəhərdə yeni ilin yüksək səviyyədə qarşılanmasına xidmət edir. Görülən işlər sakinlər tərəfindən böyük məmnunluqla qarşılanır. Bayram hazırlıqları şəhərin ümumi estetik görünüşünü də daha da zənginləşdirir, insanlara xoş ovqat bəxş edir. Yeni ilin gəlişi Sumqayıtda təkcə təqvim dəyişikliyi deyil, eyni zamanda yeni ümidlərin, yeni arzuların və birlik ruhunun təcəssümüdür. Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə üst-üstə düşən bu əlamətdar tarix şəhərdə milli birliyin və həmrəyliyin daha da gücləndirilməsinə xüsusi önəm verir. Sumqayıt bu il yeni ili hər zamankindən daha möhtəşəm, daha işıqlı və daha sevincli qarşılayır. Şəhərin bayram libası hər kəsi yeni ilin sevincini bölüşməyə, xoş əhval-ruhiyyə içində bu əlamətdar günləri qeyd etməyə dəvət edir. Şəmistan Fikrətli Elbrus İsmailoğlu, bugün informasiya proqramı.